Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. Bir maraqlı və aktual mövzuya daha giririk və dərin şəkildə izah eləyəcəm ki, arzu ilə təbii ehtiyaclar arasındakı fərq nələrdir? Ümumiyyətlə, arzu tələsi nədən ibarətdir? Deyək ki, biz bir şeyi arzuluyuruq. Əslində onun altında hansı ehtiyaclarımız yatır? Və təbii ki, varlı olmaq arzusudur, məşhur olmaq arzusudur və yaxud da yüksək statusa sahib olmaq arzusudur. Bunların altında təməl ehtiyaclar yatır. Onlardan birini ələ alaq və analiz edək. Məsələn, bir nəfər aktyor olmaq istəyir və yaxud da aktris olmaq istəyir ki, hansı ki, bu da məşhurluq gətirir. Bu məşhurluğun altında yatan ehtiyac odur ki, yəni məni görün, mənə diqqət yetirin, mənə fikir verin, mən də varam. Başa düşürsünüz? Yəni bu ehtiyacları təmin eləmək üçün insan aktyorluq arzusundan istifadə edir. Demək ki, nədir? Arzu bir strategiyadır, bir söz vermədir, bir ümiddir, bir gözləntidir. Hansı ki, insan düşünür ki, onun vasitəsilə nəinki düşünmək, bu doğrudan da belədir. Onun vasitəsilə insan öz təbii ehtiyaclarını nə edəcək? Təmin edəcək. Lakin burada bir tələ daha var. İnsan eyni zamanda o illüziyaya qapılır ki, sanki bu təbii ehtiyacların təmin etmək üçün yalnız bir arzu, bir metodika, bir strategiya mövcuddur. Yəni ondan başqası mümkün deyil. Və məsələləri də əgər analiz eləsək, yəni ümumi dərinləməsinə, biz nəticəyə gələrik ki, xarici uğur hər zaman bizdən asılı deyil. Məsələn, deyək ki, biri model olmaq arzusundadır. Yəni, məqsədi də deyək ki, özünü hər kəsə göstərsin ki, mən də varam, amma boyu 1.72-dir. Onun fiziki göstərişləri, parametrləri ona uyğun deyil. Gecə-gündüz bütün günü o arzusuna ilişib qalır ki, mən niyə model ola bilmədim, bu necə olacaq, mənim arzularım necələr yerinə yetmədi, mən bədbəxt oldum. Yəni, bu şəkildə də nədir? Həyatını məhv edir. Fikirləşir ki, bu arzu yoxdursa, deməli, mən də yoxam. Yəni, bu əslində ekzistensional problemdir. Başa düşürsünüzmü? Yəni, insan yanlış şeylə öz kimliyini eyniləşdirir. Və istiqamət də nədir? Bədbəxtçilikdir. Çünki bizim həyatımız sözün həqiqi mənasında qəbul imtahanı kimi deyil ki, ya kəsildin, ya qəbul oldun. Burada şkalabrazlı məsələlərdən söhbət gedir. Yəni 0-1 şəklində deyil, yəni ya elədir, ya belədir. Həm o ola bilər, həm bu ola bilər məsələsi var. Və məsələsidir. Ya odur, ya budur məsələsi çox vaxt deyil. Elə bu da insanları hara aparır? Çaşqınlığa aparır. Ki, olmayan, mümkün olmayan, yəni təbiəti gərəyi mümkün olmayan arzulara ilişib qalaraq öz təbii ehtiyaclarını ödəmir. Başa düşürsünüzmü? Bu çox sinsi məhv olma prosesidir. İnsanı içdən içə yeyir. Nəticədə insanda apatiya duyğusu formalaşır. İnsanın həyata qarşı həvəsi itir. Keçmişə qarşı bağlılığı get-gedə artdıqca eyni zamanda yeni təkliflərə də qapanıq olur. Deyir ki, zaten bu da alınmayacaq, o da alınmayacaq, zaten bütün hər şey boşunadır. İnsanlar xəyallar aləmində gedib ilişir qalır ki, orada cürbəcür senarilər qurur. Yo, bu belə olmalı deyildi, bu başqa cür olmalıydı. Əgər elə olsaydı, belə olardı, belə olsaydı, elə olardı. Sanki keçmişi güya bu dəyişə bilər hansısa bir vasitə ilə, hansı ki, o dəyişdirilməsi mümkün olmayan məsələlərdən biridir. Və insan bir qayda olaraq belə bir hissə qapılır ki, sanki bu qızıl dövr artıq getdi, bütün yaxşı şeylər hamısı keçmişdə qaldı, artıq heç bir şey yaxşı olmayacaq, mən artıq yoxam, mən ümumiyyətlə mövcud deyiləm, mən çox dəyərsizəm və digər tərəfdən başqalarının da uğurları o insanda qibdə və paxıllıq hissi oyandırmağa başlayır. Yəni, tək bir arzuya ilişib qalmağın bədəli, hörmətli izləyicilər, bax budur. Yəni, tək bir arzudan tutub yapışmaq
ki, ya mən hökmən buna nail olacağam. Elə şeylər var ki, ona nail ola bilmərsən. Sənin yaşadığın şərait də buna təsir eləyir. Məsələn, sən Amerikada doğulmamısansa, Somalida doğulmusansa, təbii ki, müəyyən, hətta həddindən artıq çox məhdudiyyətlərin olacaq bəzi şeylər eləməyə. Yəni, bunlarla da barışmaq lazımdır. Başa düşürsünüzmü? Yəni, həyatı olduğu kimi qəbul eləmək, amma olduğu kimi qəbul eləməklə bərabər bu o demək deyil, təslim olub, hərəkətsiz qalıb, heç bir şey eləməməlisən. Başqa yollar axtarmalısan. Hətta arzun həyata keçməsə belə bunu çox dəyərli bir təcrübə olaraq qəbul eləyib, burada baxmalısan ki, səndə hansı keyfiyyətlər inkişaf eləyib. Məsəl üçün, ola bilsin ki, bir arzun arxasınca qaçmısan, onu əldə edə bilməmsən, lakin bunun nəticəsində çox vacib məsələləri öyrənmisən. Həyatında səbri öyrənmisən, həyatında disiplinanı öyrənmisən, həyatında mərhəməti öyrənmisən. Hansı ki, bu fundamental öyrəndiklərini yeni arzularına, yeni vasitələrə tətbiq eləyə bilərsən. Başa düşürsünüzmü? Budur məsələ. Bu, tək bir arzuya həm də ilişib qalmaq nə deməkdir? Bu, o deməkdir ki, deyək ki, mən susamışam, məsələn, bu susuzluq mənim təbii ehtiyacımdır. Mən deyirəm ki, bu susuzluğun deyək ki, təmin eləməyin yalnız bir yolu var. Hansısa, deyək ki, Şri-Lanka adasında, hansısa dağın ətəyində bir bulaq var. Yalnız və yalnız o bulaqdan mən su içsəm, öz susuzluğumu nə edəcəm? Təmin eləyəcəm. Bu, təbii ki, nədir? Yəni, ya odur, ya budur şəklindədir. Amma həyat təkcə bundan ibarət deyil. Ona görə də bədbəxtliyə aparan yollardan biri təbii ehtiyacları ödəmək üçün tək arzunun yeganə metod olduğunu düşünməkdir. Baxın, mən özümdən danışım. Mən keçmişdə boksla məşğul olmuşam. Yəni, müəyyən nailiyyətlərim də var. Hətta ringdə vuruşub neçə nəfər adamın çənəsini də qırmışam, qabrğasını da qırmışam. Yəni, bu olub bu şeylər. Ondan sonra da boksu buraxıblar. Lakin sonra düşünmüşəm ki, mənim konstruksiyam əslində bu idman növünə uyğun deyil. Mən hansı şəkildə də çalışsam da dünya səviyyəsində məndən güclü boksçu olmaz. Çünki mən illərlə bundan məşğulam, mən potensialımı bilirəm. Hər tərəfli bunu analiz eləmişəm. Lakin sonradan kəşf elədim ki, mənim pəhlivanlığa qarşı qabiliyyətim daha yüksəkdir. Yəni, güc idman növlərinə mənim orqanizmin, strukturum çox uyğun və meyillidir. Yəni, burada nəyi demək istəyirəm? Düzdür, məndən güclü boksçu olmayıbdır. Lakin boksla məşğul olduğum müddətdə mən dayanıqlığı öyrənmişəm, dözümü öyrənmişəm, disiplinanı öyrənmişəm. Eyni zamanda elə xüsusiyyətlər öyrənmişəm ki, yəni gücün kontrolu ilə bağlı. Hansı ki, bundan sonra da mənim həyatımda hətta elmi məsələlərdə də çox kömək olub. Yəni, bədənim sağlam olub, dözmüşəm saatlarla dərs oxumağa, səhərə kimi. Və o cümlədən zərbəmin də gücü var. Yəni, düzdür, boksda zərbə gücünün olması o demək deyil ki, sən boksda uğur qazanacaqsan 100%. Aleksandr Usik, məsələn, elə güclü zərbəyə sahib deyil, amma ən güclü dünya çempionlarını 2 dəfə udubdur, belə götürəndə. Lakin mənim boksda öyrəndiyim biliklər, bacarıqlar, orada olan əzmkarlığım, hətta güclü uğurlarım olmasa belə pəhlivanlıq idman növünə daha güclü töhfə verdi. Eyni zamanda mənim elmi yaradıcılığıma daha güclü töhfə verdi. Yəni, mən güclü olmaq, idarə etmək, kasıbları, zəifləri müdafiə eləmək dəyərimi, ehtiyaclarımı artıq elmin vasitəsilə və güc idmanı vasitəsilə bu ehtiyacı ödəyirəm. Yəni, bu sadəcə mənim həyatımdan bir misal idi. Ona görə deyirəm ki, tək bir arzuya tutunub qalmayın. Diqqətinizə görə minnətdaram. Sağ olun.